Quran-ı Kerimdə əbrar termini var. Əbrar bər və ya bir sözündən götürülüb. O insanlara deyilir ki, xeyirxah insanlardılar, yaxşı insanlardılar, əməli salih insanlardır. Allah Teala buyurur ki, "Lən tənalul birra hatta tunfiqu mimma tuhibbun." Sevdiklərinizdən infaq etmədikcə, sevdiklərinizdən Allah yolunda xərcləmədikcə, sərf etmədikcə bir məqamını çata bilməzsiniz. Bir və ya bər və əbrar bir ifadədir, bir termindir Quran-ı Kerimdə. Müminin məqamlarından biri əbrar olmaqdır. Mömin olmaq, müttəqi olmaq, vərə əhl olmaq, əbrar olmaq, onlardan biri də əbrar olmaq. Amma əbrarın başqa möminliyi ilə xüsusi bir fərqi var. Əbrar o insanlara deyilir ki, onlar din təbliğ etmirlər, dinin mədəniyyətini yayırlar, dinin həsənə sünnəsini, ənənəsini, təməlini qoyurlar. Yəni, bər sözü səhra deməkdir. Bir və bər sözü səhra deməkdir. Səhra necə genişdirsə, müminin qəlbi də elə genişdir. Yəni, bir savabla, iki savabla kifayətlənmir. Müminin imkanı olsa, bütün kainatı xoşbəxt edər. Və indi əlində olan imkan çərçivəsində, şərait çərçivəsində mümkün qədər çox insanı xoşbəxt edir, rifaha çatdırır, hidayət edir, Allah yolunda iş görür, əməli salih insan sayılır, bir əməl, iki əməl yox, ənənəsini yaradır, dinin mədəniyyətini yaradır, sədəqə mədəniyyətini yaradır, namaz mədəniyyətini yaradır. Quran-ı Kerim demir, namaz qılın, deyir, əqimussalan, namazı dikəldin, qurun, namazın quruculuğu ilə məşğul olun, namazı yaşadın. Əbrar insanlar belədirlər. Onların tutumu çoxdur. Onlar səhra kimi geniş qəlbə malikdirlər. Onları əsəbləşdirmək çox çətindir. Onları şəxsi maraqlarına görə qıcıqlandırmaq çox çətindir. Onlar Allah o istiqamətdə, ilahiyyət istiqamətində bacardıqları qədər ənənə yaradan, çox insanı dinə gətirən bir ruha malikdirlər. Onlar yaxşılıq eləyəndə nəyəsə görə dünyanın cılız maraqlarına görə etmirlər. Qəlbləri çox genişdir. Onlar böyük şeylər istəyirlər. Ona görə də kimsə onların yaxşılığının əvəzində yaxşılıq etməsə, pislik etsə, onlar narahat olmurlar.